Salam əzizlərim. Bu günləri yeni topluda negativ pronansları, definite pronans, defining pronansları izah edəcəm. Baxaq diqqətli. Nöqtələrdən sonra of görürəmsə, bunu mütləq görməliyəm. Başa düşməliyəm ki, everdən sonra heç vaxtda of gələ bilməz. Sildim və daha sonra fikir verəcəm ki, isim cəm gəlibdir, xəbər isə tək gəlibdir və bilirəm ki, each of, either of, neither of, none of, one of. Üstəgəl isim cəm, xəbər tək. Məhz bu səbəbdən sildim all of-u, both of-u, some of-u, doğru variantım B. Gedirəm 2-yə, yenə of görmüşəm və xəbərim isim cəm, xəbər təkdədir. Və yenə həmin materialda everdən sonra of-u sildim. Some of, all of, both of siləndən sonra neither of-u doğru götürürəm. Növbətiyə gedirəm. Nöqtələrdən sonra of görmüşəm. İsim cəm, xəbər isə cəmdədir. Burada isə mən either of, neither of, none of, one of və təbii ki, everydən sonra of gəlməz. Dərhal sildikdən sonra başa düşürəm ki, törəmələrdən sonra, yəni every, some, no, any və bunların think, one, body əlavələri olan törəmələrdən sonra xəbər mütləq təkdə gəlməlidir. İsim of gələ bilməz. Sildikdən sonra mən götürürəm all of-u, both of-u, some of-u. Davam edirəm. Nöqtələrdən sonra of görmüşəm və ismi cəm, xəbəri isə tək görürəm və dərhal every of-u sildim. Both of-u, some of-u, all of-u siləndən sonra doğru variantım each of olacaqdır. Çünki both of, some of, all of üstəgəl isim cəm, xəbər cəmdir. Davam edirəm. Nöqtələrdən sonra of görmüşəm və başa düşürəm ki, isim cəm, xəbər də cəmdir. Dərhal silirəm mən every one of-u və götürəcəm both of-u, all of-u, each of, təbii ki, isim cəm, xəbər təkdədir. Sildim. Davam edirəm. Nöqtələrdən sonra of görmüşəm. İsim cəm, xəbər cəmdədir. 2 sildim, every one-ı sildim. Yadımda saxlayıram ki, every one of ifadəsi mövcuddur. Bu zaman isim cəm, üstəgəl xəbər tək olacaqdır. Bunu unutmayaq. Davam edirəm. Nöqtələrdən sonra one görmüşəm və yadımda saxlayıram ki, 6-nın cavabı birlikdə 3-4 doğru variantım olacaqdır, Y variantı. 7-yə baxıram, nöqtələrdən sonra one görmüşəm, isim təkdədir və bilirəm ki, AS-dən sonra 90% halda isim cəm gəlməlidir. AS-dan sonra ümumiyyətlə isim gələ bilməz. This-dən sonra isim cəm gələcək. Doğru variant təbii ki, each-dir. Each üstəgəl isim tək. Each of üstəgəl isim cəm, xəbər tək, amma each üstəgəl isim tək. Gedirəm növbətiyə. Nöqtələrdən sonra mən about görmüşəm. Yəni bu isim deyildir. Everydən sonra dərhal isim gələr, somedan sonra dərhal isim gələr. İki inkar bir cümlədə gəlməz. Məhz bu səbəbdən no-nu atıram. Doğru variant. Any-dən əvvəl inkar gələr. Any sual və inkar. Every isə bütün cümlələrdə rahatlıqla istifadə oluna bilir. Davam edirəm. We must respect. Nöqtələrdən sonra isim görmüşəm və bilməliyəm ki, each other, one another özündən sonra isim tələb edibsə, deməli burada mütləq ki, yəlik haldan gedir. Hər bir təqdirdə apostrof S gəlməlidir. Ona görə atdım və Y variantını doğru götürdüm. Nöqtələrdən sonra interesting görmüşəm və görürəm ki, burada isim yoxdur. İsim olmadığı üçün mən dərhal sama atacağım. Mütləq tərcüməyə getməlidir. I'll have to go to the library. There is nothing interesting to read at home. Deyir ki, kitabxanaya getməliyəm, çünki evdə oxunması maraqlı bir şey yoxdur. Təbii ki, mən Y variantını doğru götürəcəm. Digərləri mənə tərcümə vermir. O səbəbdən Tiyavuz nöqtələrdən sonra isim yoxdur, törəməyə getməliyəm. Məhz bu səbəbdən sama atıram. Yenə tərcüməyə getməliyəm. I feel so lonely, tək hiss elədim. Tiyavuz nobody to speak. Təbii ki, mənə tərcümə verir. Bunlar mənə tərcümə verməz. Samdan da əvvəl inkar gəlməli idi. İnkarım yoxdur. 12-də nöqtələrdən sonra mən of görmüşəm və bilməliyəm ki, everdən sonra heç vaxt of gələ bilməz. Daha sonra isim cəm, xəbəri tək görürəm. Məhz bu səbəbdən də mən bosu, sama atdım. Doğru variant yeni götürdüm. Nöqtələrdən sonra of görmüşəm, isim cəmdir, xəbər təkdir. Məhz bu səbəbdən mən atıram all-of-u, some-of-u, both-of-u, everydən sonra of gəlməz, each-of-u doğru götürdüm. Nöqtələrdən sonra isim cəmdir. Başa düşürəm ki, either, each, neither özündən sonra isim tək tələb edir. Təbii ki, əgər orada of yoxdursa, yoxdur, sildim. Ən az üstəgəl isim tək sayıla bilən mütləq. Everydən sonra isim tək gələcəkdir. Məhz bu səbəbdən mən all-u götürdüm. Nöqtələrdən sonra 15-ə baxıram və görürəm ki, no word verib. Təbii ki, mən bunu doğru götürəcəm. Çünki no-dan sonra hər şey gələ. Təkdə, cəmdə, sayılanda, sayılmayanda. Məhz bu səbəbdən mən no words-ə götürdüm. Each of the words olmalıydı. Sildim. Each word doğrudur. İşdən sonra tək gələcəkdir. Every of ifadəsi mövcud deyil. Sildim. Doğru variantım olacaqdır 1, 2 və 4.
16-ya gedirəm. Both of the dictionaries olmalıydı. ES. Çünki boz özündən sonra cəm tələb edir. İş dictionary götürəcəm. No'dan sonra hər şey gələr götürərəm. No'dan sonra hər şey gələr götürərəm və evrov ifadəsi mövcud deyil. 2, 3, 4 doğru variantımdır. Gedirəm 17-yə. Nöqtələrdən sonra of gördüm və isim cəm, xəbər isə təkdir. Ona görə də mən olu, bu, susamı evdən sonra of gəlməsi atdım. Doğru variantım D-yə gedəcəkdir. Gedirəm növbətiyə və of dem. Yenə ofdan sonra mən dem, amma xəbəri tək görmüşəm. Mən bu səbəbdən evri of atdım, bu susamı olu atdım. Onlardan sonra isimcəm, xəbərcəm, doğru variantım işə gedəcəkdir. Nöqtələrdən sonra of görmüşəm, isimcəm, xəbərcəmdədir və mən başa düşürəm ki, 2, one, easily və evridən sonra of gəlməz atdım. Çünki 2 of, easy of, neither of, none of, one of, isimcəm, xəbər təkdədir. Bu sof burada doğru ifadədə götürdüm. 20-də nöqtələrdən sonra mən yenə of görmüşəm, isimcəm, xəbərcəmdədir. Atıram mən dərhal nizini, vanı, 2 və evridən sonra of gəlməz, Y variantı doğru olacaqdır. Nöqtələrdən sonra test təəssüf ki, yaxşı görsəmir, mən oxuya bilmədim və birbaşa mən gedəcəm 23-ə. Nöqtələrdən sonra isim görmüşəm və o isim cəmdədir. Və mən bilirəm ki, N-dən sonra isim tək də cəmdə sayılan da sayılmayan da hər şey gələ bilər və ondan əvvəl də inkar mümkündür. Rahatlıqla mən A-nı götürürəm. N-dən sonra tək gələcəkdir. Törəmələrdən sonra ümumiyyətlə isim gələ bilməz. Dərhal sildim. Nöqtələrdən sonra isim cəmdədir. İsim cəmdədirsə mən 2 inkarı bir cümlədə verə bilmərəm. Törəmələrdən sonra isim gəlməz. Sildim. Doğru variantım B-yə gedəcək. Və couldn't see, it was dark, she didn't see. Və mən bilirəm ki, inkardan sonra sam gələ bilməz. 2 inkar bir cümlədə gələ bilməz. Dərhal atdım bunları və doğru variantım Y-yə gedəcəkdir. Nöqtələrdən sonra about görmüşəm, isim yoxdur. Məhz bu səbəbdən mən evrini dərhal atdım. 2 inkar bir cümlədə gəlməz atdım. Samdan əvvəl inkar gəlməz, samdan sonra inkar gələr atdım. Doğru variantım D-yə gedəcək. Nöqtələrdən sonra about görmüşəm və başa düşürəm ki, no, any və evdən sonra isim gələr. Atdım, törəmələri götürə bilərəm, lakin anydən əvvəl inkar gəlməlidir, sildim. Doğru variantım Y-yə getdi. Workers ismi cəm görmüşəmsə mən törəmələrdən sonra isim verə bilmirəm. Məhz bu səbəbdən də mən dərhal silirəm törəmələri və evdən sonra, işdən sonra mütləq ki, tək gələcəkdir. Evdən diqqətli olmaq lazımdır. Bu baxımdan onlar bir-birləri sinonim funksiyasından çıxış edə bilirlər. Doğru variant sam olacaqdır. Gedirəm növbətiyə. Boys in our class can speak. Həmən mən başa düşürəm ki, törəmələrdən sonra isim gəlməz. Dərhal sildim. İçdən sonra tək gələcəkdir. Törəmədən sonra isim gəlməz. Doğru variantım some boys deyərəm. Some sögə sayılacaq, sayılmayan tək. Nöqtələrdən sonra book görmüşəm. Book təkdədir və mən başa düşürəm ki, another book doğru ifadədir. Boşdan sonra cəm gələcək, sildim. Oldan sonra sayılan cəm gələcəkdir. Others'dan S-lə bitənlərdən sonra isim gəlməz, sildim. Kimi nöqtələrdən sonra isim görmüşəm. Təkdədir. Boşdan sonra cəm gələr, sildim. Others'dan sonra isim gəlməz, sildim. Və oldan sonra cəm gələr, sildim. Doğru variant B-dir. Anahtar üstəgəl sayılan tək. Nöqtələrdən sonra isim cəm görmüşəm və bilirəm ki, törəmələrdən sonra isim gəlməz. Qalıram ikisi arasında evdən sonra isim tək gələr. Doğru variantım Y-dən sonra hər şey mümkündür. Nöqtələrdən sonra isim tək sayıla bilməyəndir. Ənadəni atdım. Ənada da özündən sonra sayılan istəyir mütləq tək. Törəmələrdən sonra isim gəlməz. Atdım. Doğru variantım mənə B variantı olacaqdır. Nöqtələrdən sonra isim cəmdədir. Cəmdədirsə mən 2 evrini atdım. Törəmələrdən sonra isim gəlməz. Atdım. Doğru variant samdır. Nöqtələrdən sonra isim cəmdədir. Bilirəm ki, içdən sonra isim tək gələcəkdir. Və mən törəmələri atdım. Törəmələrdən sonra isim gəlməz. Evdən sonra tək gələr. Doğru variantım B-dir. Nöqtələrdən sonra isim təkdədir. Təkdə isim gəlibdir. Mən törəmələri atıram. Törəmələrdən sonra isim gəlməz. Boşdan sonra hər zaman cəm gələr. Atdım. Doğru variantıdır. No'dan sonra isə təkdə cəmdə sayılanda sayılmayanda hər şey mümkündür. N kimidir. Nöqtələrdən sonra isim təkdədir və sayılmayandır. Bilirəm ki, törəmələrdən sonra isim gəlməz. Sildim. 2 inkar bir cümlədə gəlməz. Sildim. Doğru variantım D-yə gedəcəkdir. Nöqtələrdən sonra isim görməmişəm. In the street verilibdir və mən bilirəm ki, samdan sonra isim gələr. 2 inkar bir cümlədə gəlməz. Couldn't-dan sonra nobody və nothing gələ bilməz və samdan da əvvəl inkar gələ bilməz. Məhz bu səbəbdən C variantım. Nöqtələrdən sonra isim görmüşəm cəmdədir və bilirəm ki, everydən sonra mütləq ki,
Tək gələcəkdir. Sildim. Much üstəgəl sayılmayan təkdir. Elotdan sonra ümumiyyətlə isim gələ bilməz. A little isə sayılmayan təkdir də, əgər az mənasındadırsa və ya biraz mənasındadırsa və a few museums təbii ki, Y variantı doğrudur. Nöqtələrdən sonra isim cəmlədir. Bilirəm ki, everydən sonra isim tək olacaqdır. Sildim. A little trees. Little trees olardı balaca ağaçlar mənasında, lakin bu yanlış olardı. Elotdan sonra isim gəlməz. Much sayılmayan təkdir. Doğru variantım Y-yə gedəcəkdir. Nöqtələrdən sonra cheese görmüşəm və bilirəm ki, cheese sayılmır. Törəmələrdən sonra isim gəlməz dərhal. Addım inkardan əvvəl sam gəlməz. Addım iki inkar bir cümlədə gəlməz. C-ni addım doğru variantım A-ya gedəcəkdir. E-ni məhz özündən əvvəl inkar tələb edir. Nöqtələrdən sonra juice görmüşəm sayılmır. Törəmədən sonra isim gəlməz addım və inkardan sonra ikinci inkar gəlməz. Addım samdan əvvəl inkar gəlməz. Addım doğru variantım Y-yə gedəcəkdir. Nöqtələrdən sonra who görmüşəm. Belə ki, burada isim yoxdur. İsim yoxdursa mən no, every və any-ni atacağım, çünki onlardan sonra isim tələb edir. İkisi arasında qalıramsa mən do you know anybody verərəm, çünki başa düşürəm ki, sual cümləsidir və somebody sual cümlələrində gəlmir. Təsdiqlərdə istifadə olunur. Enter the room. When Jim entered the room, nobody was there. Təbii ki, mən nöqtələrdən sonra xəbər görmüşəm və başa düşürəm ki, deyədən sonra isim gələr, hour'dan sonra isim gələr, now'dan sonra isim gələr, every'dən sonra isim gələr. Doğru variantım törəmə olacaqdır. Heç kim orada yox idi. Nöqtələrdən sonra isim görmürəm. Belə ki, mən hour və your dərhal atıram, isim gəlməlidir. Now'nu every'ni dərhal atıram, isim gəlməlidir. Doğru variantım törəməyə gedəcəkdir. Nobody. I usually go to the cinema. Nöqtələrdən sonra ismi cəm görmüşəm. Cəm görmüşəmsə mən little, much və a little atdım. Çünki burada dəfə mənasındadır. Unutmayaq. A lotdan sonra isim gəlməz. A few times deyə bilərəm bir neçə dəfə. Nöqtələrdən sonra mən month'dır bu. Money görmüşəm və bu sayıla bilmir. Sayıla bilmirsə mən fiyunu, efyunu, menini atdım. Elotdan sonra isim gəlməz. Doğru variantım D variantı olacaq. Nöqtələrdən sonra of görmüşəm. İsim cəmdədir. Xəbər cəmdədir. Ever of olmaz və xəbər cəmdə olduğu üçün iç of atdım. No of ifadəsi mövcud deyildir. Törəmədən sonra of gəlməz. Doğru variantım D-yə gedəcək. Nöqtələrdən sonra of görmüşəm. İsim cəm, xəbər cəmdədir. Ever of ifadəsi mövcud deyil. One of isim cəm, xəbər tək. İç of isim cəm, xəbər tək. Törəmədən sonra isim gəlməz. Doğru variantım C-yə gedəcək. Nöqtələrdən sonra ismi cəm görmüşəm. İşdən sonra tək, elotdan sonra isim gəlməsi, maçdan sonra tək sayılmayan və el isə üstəgəl sayılmayan tək olacaqdır. Və doğru variantım E variantıdır. Nöqtələrdən sonra isim cəmdədir. El sayılmayan tək olacaqdır. Elotdan sonra isim gəlməz, maç sayılmayan təkdir. İşdən sonra tək gələcək. Elotov doğru ifadədir. Elotov üstəgəl sayılan cəm, sayılmayan tək. Nöqtələrdən sonra mani görmüşəm, təkdir, sayıla bilmir. Mən fiyunu, menini və efyunu atandan sonra elotdan sonra isim gəlmir və doğru variantım D variantına gedəcəkdir. Nöqtələrdən sonra mən work görmüşəm, sayıla bilmir. A few work deyə bilmərəm, many work demərəm. Elotdan sonra isim gəlməz, doğru variantım C-yə gedəcəkdir. Nöqtələrdən sonra mən isim görmürəm. Törəmə mütləq verməliyəm, iki inkardır. İnkardır və iki inkar bir cümlədə gəlməz. Addım, samdan əvvəl inkar gəlməz. Addım doğru variantım D-yə gedəcəkdir. İsim cəmdədir, xəbər cəmdədir. Xəbər cəmdədirsə iki, everdən sonra tək gələr və törəmələrdən sonra isim gəlməz. Doğru variantım C-yə gedəcəkdir. İsim cəm, xəbər cəmdədir. Ona görə də mən törəməni dərhal atacağım. Törəmələrdən sonra ümumiyyətlə artikl gələ bilməz. Every Z ifadəsi mövcud deyil. İçdə Z ifadəsi mövcud deyil. Doğru variantım təbii ki, all ifadəsi mövcuddur. Onda nöqtələrdən sonra mən 10 görmüşəm və İsim yoxdur, törəmə lazımdır. Every, no və any ifadələrini dərhal atıram. Onlardan sonra isim gəlməlidir. I say anybody təbii ki olmaz, əvvəl inkar gəlməlidir. Doğru variant something-ə gedəcəkdir. He has nöqtələrdən sonra mən in görmüşəm. Yəni isim yoxdur. Every, no, any-ni dərhal atacağım. Onlardan sonra isim gəlməlidir. İkisi arasından qalanda any-dən əvvəl inkar gəlməlidir. Doğru variant. He has something in his hand. Əlində nə isə var idi. Nöqtələrdən sonra isim tək sayılmayan gördüm. Few-nu, efyunu, many-ni və elotdan sonra isim gəlməz. Atdım. Doğru variantın D-yə gedəcəkdir. Çünki bu üçündən də sonra mütləq ki, cəm gəlməlidir. Nöqtələrdən sonra isim görmürəm, xəbər gəlibdir və başa düşürəm ki, any, everydən sonra mütləq isim gəlməlidir. Any'dən əvvəl inkar gəlməlidir. Doğru variantı götürəcəm. Because nobody could get with me deyir ki,
Tək gedim çünki heç kim mənimlə gedə bilmədi. Nöqtələrdən sonra to görmüşəm və bilirəm ki, any, every işdən sonra plesim gəlməlidir. Törəmə arasında qaldım, tərcüməyə getməliyəm. Anydən əvvəl ümumiyyətlə inkar gəlməlidir. There was nobody to take care of him. Və deyir ki, onun qayğısına qalası heç kim yox idi və had to look after, öz qardaşının qayğısına qalmadı. Doğru variant Y-yə gedəcəkdir. Heç tərcüməyə də ehtiyac yox idi. İnkar üçün eləcəyini dərhal sildim. Nöqtələrdən sonra ismi cəm görmüşəm. Bilirəm ki, törəmədən sonra isim gəlməz. Attım. Yoxdan sonra isim gəlməz attım. Müstəqilliyə əvəzliklərindən sonra doğru variantı da götürdüm. Nöqtələrdən sonra ismi cəm görmüşəm. Başa düşürəm ki, yoxdan sonra, müstəqildən sonra, törəmələrdən sonra isim gəlməz attım. Doğru variantım A-ya gedəcəkdir. Nöqtələrdən sonra about görmüşəm və başa düşürəm ki, törəmələrdə sonra about mümkün olar ki, no-dan, everdən sonra isim gəlməlidir. Attım ikisi arasında qaldım, endidən əvvəl inkar gəlməlidir. Yoxdur, ona görə də doğru variant every. Every törəmələri sual inkar təsdiq cümlələrdə rahatlıqla istifadə oluna bilir. Nöqtələrdən sonra won't görmüşəm, yəni isim yoxdur. Any, amma everini dərhal atdım. Anadan sonra isim gəlməlidir. Attım doğru variantım təbii ki, törəmə olacaqdır. Nöqtələrdən sonra xəbərimi cəm görmüşəm. Törəmələrdən sonra xəbər mütləq tək olacaqdır. İşdən sonra dərhal isim gəlməlidir. Eni ilə cümlə başlamaz doğru variantım B-yə gedəcəkdir. Nöqtələrdən sonra xəbərim cəmdədir. İşdən sonra isim gəlməlidir. Törəmədən sonra xəbər tək gəlməli. Eni ilə cümlə başlamaz doğru variantım C-yə gedəcəkdir. Nöqtələrdən sonra isim var, təkdədir. Elotdan sonra isim gəlməz, fiil cəm istəyər. No-dan sonra hər şey mümkündür. Götürdüm. If-dan sonra cəm gələr, mendən sonra cəm gələr. Doğru variantım no-dur. No-dan sonra hər şey mümkündür. Nöqtələrdən sonra time gəlib təkdə sayılır. Many time demərəm, əlbəttə ki, few və if you cəm istəyir, elotdan sonra isim gəlməz, doğru variantım A variantı. Nöqtələrdən sonra about görmüşəm və başa düşürəm ki, each, every, and-dən sonra isim gəlməlidir. İkisi arasında qalanda tell us, nobody deyə bilmərəm, something təbii ki, tərcümə mənə something deyir, bizə nəsə dediyini atdım, yeni götürdüm, sırf tərcümə idi. Nöqtələrdən sonra people görmüşəm və o cəmdədir. Mən bilirəm ki, törəmədən sonra isim gəlməz, attım, everydən sonra tək gələr, attım, and-dən sonra isə hər şey mümkündür. Nöqtələrdən sonra isim təkdədir və mən başa düşürəm ki, törəmədən sonra ümumiyyətlə isim gəlməz. İki inkar bir cümlədə gəlməz. Doğru variantım A variantıdır. Nöqtələrdən sonra isim təkdədir. Təkdədirsə mendən sonra cəm, vosdan sonra cəm, adırsan sonra ümumiyyətlə isim gəlməz. Oldan sonra sayılan cəm, doğru variantım təbii ki, işdir. İşdən sonra isə tək gələcəkdir. Burada of yoxdur, diqqətli ol. Nöqtələrdən sonra isim təkdədir. Vosdan sonra cəm, mendən sonra cəm, adırsan sonra ümumiyyətlə isim gəlməz. Oldan sonra sayılan cəm, doğru variantım every country, everydən sonra isə tək. Nöqtələrdən sonra isim gəlməyib feildir. Everdən sonra isim gələr, and-dən sonra isim gələr və sual cümləsidir. Some sualda işləmir. Attım, doğru variantım D variantı olacaqdır. Bəzi testlər təəssüf ki, görsənmir. Mən başlayacağım. There wasn't. Nöqtələrdən sonra in görmüşəm. In görmüşəmsə başa düşürəm ki, törəmə verməliyəm və inkardır. İki inkar bir cümlədə gəlməz. Onları attım, samdan əvvəl inkar gəlməz, doğru variantı verəcəm və yaxud da ki, there wasn't. Yenə inkar burada gördüm. İnkar gördümsə inkarları attım, samdan əvvəl inkar gəlməz, doğru variantım olacaqdır. Anybody. There wasn't yenə 10 görmüşəm və samdan sonra isim gələr və samdan əvvəl də inkar gəlməz. İki inkar bir cümlədə gəlməz, attım, doğru variantım eniyə gedəcəkdir. Nöqtələrdən sonra of görmüşəm və isim cəm, xəbər cəmdədir. Every of yoxdur. İşdən sonra xəbər tək olmalıdır. Və oldan sonra deməli, all of these films are olmalıdır. İsim cəm, xəbər cəm. Yox, xəbər təkdədir, üzrlü sayın, burada fikir vermədim. Postdan sonra isim cəm, xəbər cəm. Manydən sonra isim cəm, xəbər cəm. Oldan sonra isim cəm, xəbər cəm. Doğru variantın B variantına gedəcəkdir. Diqqətli olmaq lazımdır, axıra qədər oxumaq lazımdır. Nöqtələrdən sonra ismi tək görürəm. Tək görürəmsə dərhal törəmələri silirəm. İsim gəlməz və iki inkar bir cümlədə gəlməz. Sildim, doğru variant A variantı götürdüm. Nöqtələrdən sonra isim görmürəm və mən samı, enini və evrini, menini dərhal sildim. Çünki bunların hamısından sonra isim gəlməlidir. I know everything, hər şeyi bilirəm. Nöqtələrdən sonra people görmüşəm, cəmdədir, xəbərim də cəmdədir. Bu səbəbdən də mən a little, iki, elotdan sonra isim gəlməz, maçı sildim, doğru variantım people-a gedəcəkdir. Nöqtələrdən sonra of gəlibdir, isim cəm, xəbər təkdədir. Məhz bu səbəbdən mən bu su olu sildim, only one deyərəm, iç deyərəm, nezir deyərəm. Bəli, nezir də deyərəm, doğrudur.
Nöqtələrdən sonra congratulated gəlibdi, yəni feil gəlibdi və mən başa düşməliyəm ki, ilə cümlə başlamaz. Getməliyəm mütləq tərcüməyə. Deyir ki, çox məyus oldum, disappointed oldum və əgər məni hər kəs təbrik edibsə, niyə məyus olum ki, və yaxud da ki, kimsə təbrik edibsə, niyə məyus olum ki? Demək ki, heç kim təbrik etməyibdi uğuruna görə, ona görə də məyus olubdu. 85 tərcüməyə getməlidir. Nöqtələrdən sonra mən of görmüşəm. Evdən sonra of gələ bilməz. İsim cəmdədə, xəbər təkdədir. Samı atdım, ol atdım, bosu atdım. Doğru variantım işə gedəcəkdir. Nöqtələrdən sonra isim cəm görmüşəm, ofda görmüşəm. Xəbərim də cəmdədir. Mən törəməni dərhal tutarım. Onlardan sonra of gələ bilmir. Everyone of ifadəsi mövcudu saxlayıram. Amma xəbərim tək olmalıdır. Everdən sonra of gələ bilməz. Mən atdım dərhal və iç ofisiq isim cəm xəbər təkdədir. Doğru variantım təbii ki, olofa gedəcəkdir. Davam edirəm. Nöqtələrdən sonra mən of görmüşəm və isim cəmdədir, xəbər cəmdədir. Təbii ki, mən götürərəm. Təbii ki, mən burada götürürəm. Olofu, bosofu, samofu, everyone of ifadəsi mövcuddur. Evdən sonra of gəlməz. Nöqtələrdən sonra xəbərimi tək görmüşəm və each of them has to doğrudur. Everyone has to doğrudur. Oldan sonra əgər hamını nəzərdə tutursa, təbii ki, insan da düşünməlidir. İnsan yalnız düşünə bilər. Ona görə də cəmi ifadə edibdir və bosdan da sonra təbii ki, have verməlidir. Ona görə səhvdir. Yəni burada da xəbər cəm olmalı idi. Places görmüşəm, isim var və işdən sonra tək, evdən sonra tək, izədən sonra tək, nizədən sonra tək. Bunu ofla qarışdırmamalı. Baxın, burada of yoxdur. Doğrudurmu? Of yoxsa təbii ki, daha diqqətli olmalıyım, başa düşməliyəm ki, isim mütləq tək gəlməlidir. Samı götürəcəm, samdan sonra sayılacağım, sayılmayan tək. Nöqtələrdən sonra isim cəmdədir və ənazədən sonra mütləq ki, sayılan tək, evdən sonra tək, işdən sonra tək, izədən sonra tək. Doğru variantım boz olacaqdır. Nöqtələrdən sonra isim cəm gəlibdir və evdən sonra tək, izə, iş və ənadadan sonra tək gələcək. Doğru variantım bosa gedər. Nöqtələrdən sonra of gəlib, isim cəm, xəbər təkdədir. O səbəbdən də mən bosu sildim və samı sildim. Everyone doğrudur, either doğrudur, each doğrudur. Doğru variantım 1, 4, 5 C variantına gedəcəkdir. Nöqtələrdən sonra of görmüşəm, isim cəm, xəbər təkdədir. Məhz bu səbəbdən mən samı, bosu, olu sildim. 1 və 3 doğru ifadədir variantına gedəcəkdir. Nöqtələrdən sonra of görmüşəm və ikinci hissədə də təbii ki, mən enini də burada place'i də burada, ismi də burada görməliyim. Törəmələrdən sonra of gəlməz. Mən dərhal birinci mərhələdə ikisini atdım. İkinci hissədə də isim görmüşəm. Mən dərhal ikinci hissədən törəməni atandan sonra mənə yalnızca Y variantı qaldı. Tərcüməyə ehtiyac olmadı burada. Nöqtələrdən sonra of görmüşəm, törəmələrdən sonra of gəlməz, atdım, qalacaq Y variantı. Nöqtələrdən sonra xəbərimi tək görmüşəm və mən bilirəm ki, oldan sonra xəbərim cəm gələcəkdir, hamı mənasında istifadə olunur və gedirəm indi. But nöqtələrdən sonra burada da was görmüşəm, xəbərim təkdədir. Oldan ikinci hissədən atandan sonra doğru variantı mənə qalacaqdır. B variantı, bəli, B variantı, çünki onları atdım və deyir ki, when we came içəri daxil olanda everybody was at the table but nobody was eating. Yeni topluda bunun cavabını səhv veriblər, təəssüf ki. Nöqtələrdən sonra xəbərim cəmdədir və burada isə xəbərim təkdədir. Və mən başa düşürəm ki, törəmədən sonra xəbərim tək olacaqdır. İkinci hissəyə getdim və gördüm ki, xəbərim təkdədir. Təkdədirsə olu atdım, evdən sonra isim gəlməlidir. Atdım, doğru variantım C-yə gedəcəkdir. Nöqtələrdən sonra of görmüşəm və bilirəm ki, evdən sonra of gələ bilməz, törəmədən sonra of gələ bilməz və somebody'dən sonra of gələ bilməz. Evdən sonra burada isim gəlməlidir, gəlməyibdir. Sildim, doğru variantım A variantına gedəcəkdir. Tərcüməyə ehtiyac yox idi. İkinci hissəyə sadəcə dərhal baxmaq lazım idi. Nöqtələrdən sonra blame sözü görmüşəm. Because he was not guilty. Tərcüməyə getməlidir, yalnız evrini silməliyəm, enini də silməliyəm, çünki enindən əvvəl inkar gəlməlidir. Və everybody, he was not guilty. Günahkar deyildi, günahkar olmadığı üçün də nobody blamed. Bu insanı günahlandırmadı deyir heç kim, çünki o günahkar deyildi. Sırf tərcümə məsələsi idi sonda. Nöqtələrdən sonra ismi cəm görmüşəm və baxıram xəbərim də cəmdədir. O səbəbdən də bu sofu, olofu, samofu götürdüm, vandan içi sildim, çünki onlardan sonra xəbər tək gəlir. Nöqtələrdən sonra of görmüşəm, ismi cəm, xəbər cəmdədir. Məhz bu səbəbdən içi, vanı atdım. Bu sof, olov, samofu doğru olaraq götürdüm. Doğru variantım 3, 4, 5, B. Nöqtələrdən sonra isim cəmdədir. Nöqtələrdən sonra isim cəmdədir, xəbər cəmdədir. Və mən atıram each of-u, one of-u, 1-i, 2-ni, 5-i dərhal götürəcəm, B variantıma gedəcəkdir.
Nöqtələrdən sonra isim cəm görmüşəm, xəbərimi cəm görmüşəm. 2 vanı atandan sonra mənə qalacaq Busov, Olov, Samov doğru variantım. 1, 4, 5 Busov, 1, 3, 5 doğru variantım olacaq C variantı. Nöqtələrdən sonra isim cəm xəbər təkdədir. Məhz bu səbəbdən mən Samı, Busu atdım. Evdən sonra of gəlməz atdım. 2 və 4 doğru variantıdır variant. Nöqtələrdən sonra isim cəm xəbər cəmdədir. Məhz bu səbəbdən mən 2 ofu atdım. Evdən sonra of gəlməz atdım. Doğru variantım 1, 3 və 5 olacaqdır. A variantı. Nöqtələrdən sonra ismi cəm, xəbəri cəm görmüşəm. Ev of ifadəsi mövcud deyil. Bostan sonra cəm gələr, oldan sonra cəm gələr. 2 ofsəgə isim cəm, xəbər tək, amma ofsəgə isim cəm, xəbər cəm. Götürdüm. Doğru variant 2, 3 və 5'dir. B variantı. Nöqtələrdən sonra ismi cəm görmüşəm. Ən azdan sonra tək gələr. Azardan sonra isim gəlməz. Azardan sonra isim gəlməz. Eni adardan sonra isim gəlməz. Amma eni adar ifadəsi mövcuddur. Hər şey gələr. Təkdə cəmdə sayılanda sayılmayanda. Nöqtələrdən sonra isim cəm görmüşəm və ən azdan sonra ümumiyyətlə isim tək gələcəkdir. Ən azı ifadəsi mövcud deyil. Ən azı olardı. Ən azı ifadəsi doğrudur. Götürdüm. Evdən sonra tək gələcək. Ən azdan sonra tək gələcək. Azardan sonra ümumiyyətlə isim gəlməz. Doğru variantım D-yə gedir. Nöqtələrdən sonra of və isim cəm xəbər tək görmüşəm. O səbəbdən olu, busu və samı atdım. Doğru variantım 1 və 4 olacaqdır. Nöqtələrdən sonra of görmüşəm və isim cəmdə də xəbər təkdir. O səbəbdən busu, olu atdım və evdən sonra of gəlməz 3 və 5 doğru ifadə olacaqdır. Nöqtələrdən sonra isim cəm, xəbər cəmdədir. O səbəbdən atıram mən every, one, ofu və törəmələrdən sonra gəlməz heç vaxtı. O 1, 2 və 3 doğru olacaqdır. B variantı. Nöqtələrdən sonra isim cəm, xəbər cəmdə görmüşəm. Every, one, of olmaz. İsim cəm xəbər tək olmalıdır. Törəmədən sonra dərhal xəbər tək gəlməlidir və 2, 4, 5 ifadələrini doğru götürürəm A variantı. Nöqtələrdən sonra isim cəm gəlibdir. Məhz bu səbəbdən də mən tərcüməyə getməliyəm. There was a complete silence in the room. Otaqda tam bir sakitçilik var idi və nobody said any words. Nobody said no words dərhal deyə bilmərəm təbii ki və samla versəm mənə düzgün tərcümə verməz. Onla versəm mənə tərcümə verməz. Çünki deyir ki tam bir sakitçilik vardı. Evdən sonra zaten isim gələrdi ki verməyiblər. Doğru variantım təbii ki mənə burada olacaqdı. D variantı. Nöqtələrdən sonra ismi cəm görmüşəm. Boz cəm doğrudur. Ol cəm doğrudur. Evdən sonra tək gələr. İşdən sonra izlədən sonra tək gələr. Samdan sonra sayılan cəm doğru ifadədir. Oxsun görmüşəm. Sam oxsun doğrudur. İzlədən sonra tək gələr. İşdən sonra tək gələr. Ol cəm doğrudur. Boz cəm doğrudur. Evdən sonra tək gələr. Doğru variantım olacaqdı. Sam, ol və bov 1, 2 və 4 A variantı. Nöqtələrdən sonra of görmüşəm. Törəmələrdən sonra of verə bilmərəm. Doesn't know 2 inkar bir cümlədə gəlməz. Samdan əvvəl inkar gəlməz. Doğru variantım Y-yə gedəcəkdir. Nöqtələrdən sonra of görmüşəm. Törəmədən sonra of verə bilmərəm. 2 inkar bir cümlədə gəlməz. Samdan əvvəl inkar gəlməz. Doğru variantım C variantıdır. Nöqtələrdən sonra isim gəlməyibdir, answer verilibdir və bilirəm ki, evdən sonra isim gəlməlidir, samdan sonra isim gəlməlidir. I found several people, deyir bir neçə nəfərə cavab verdim. Cümlənin ortasından bat görmüşəm. Batdan ya əvvəl ya sonra əsasən inkarlıq gəlir ki, cümlə təzadlığını qoruya bilsin. Everybody answer təbii ki, düzgün olmaz. Mən deyir bir neçə dəfə cavab verdim, lakin hər kəs cavab verdi və ya hamı cavab verdi olmaz. Lakin heç kim cavab vermədi. Doğru variant B variantına gedəcəkdir. Nöqtələrdən sonra xəbərimi tək görmüşəm. Postdan sonra xəbər cəm gələcəkdir. Oldan sonra cəm gələcəkdir. One of, iki ofu doğru götürəcəm. Xəbər təkdədir. 3, 4 doğru ifadədir. Nöqtələrdən sonra isim görmürəm. Yəni in gəlibdir. Və mən başa düşürəm ki, n-dən sonra isim gəlməlidir və 2 inkar bir cümlədə gəlməz. No atdım. Samdan əvvəl inkar gəlməz atdım. Doğru variantım B-yə gedəcək. Nöqtələrdən sonra in görmüşəm. Başa düşürəm ki, mən 2 inkar bir cümlədə gəlməz. Atdım. Samdan əvvəl inkar gəlməz. Atdım. Doğru variantım Y-yə gedəcəkdir.
Nöqtələrdən sonra isim gəlməyibdi. Başa düşürəm ki, iki inkar bir cümlədə gəlməz. Atdım və samdan əvvəl inkar gəlməz. Atdım doğru variantım B gedəcəkdir. Nöqtələrdən sonra to görmüşəm. Və bilirəm ki, nodan sonra, samdan sonra isim gəlməlidir. Törəmələrə baxıram və iki inkar bir cümlədə gəlməz. Samdan əvvəl inkar gəlməz. Doğru variantım D-yə gedəcəkdir. Nöqtələrdən sonra isim təkdədir. Və bilirəm ki, törəmələrdən sonra isim gəlməz. Atdım. Let me have some water deyərəm. Təbii ki, o sənə tərcümə verməz. Deyir ki, biraz mən su almaq istərdim. Çünki susuzam, təbii ki, mənə doğru tərcüməni A variantı verər. Nöqtələrdən sonra about gəlib. Yəni isim yoxdur. O səbəbdən də onu atdım və mən törəməyə getməliyəm. Samı da atandan sonra iki inkar bir cümlədə gəlməz. Atdım. Samdan əvvəl inkar gəlməz. Doğru B-yə gedəcəkdir. Nöqtələrdən sonra ət görmüşəm. Yəni mənə mütləq ki, törəmə lazımdır. Çünki N və samdan sonra isim gəlməli idi. İki inkar bir cümlədə gəlməz. Onu atdım. Samdan əvvəl inkar gəlməz. Atdım. Doğru variantım B-yə gedəcəkdir. Nöqtələrdən sonra isim cəmdədir. Başa düşürəm ki, içdən sonra tək gələr, neyzədən sonra tək gələr, izədən sonra tək gələr, evdən sonra tək gələr. Doğru variantım B-yə gedəcəkdir. Bu səhifədə problem var. Təəssüf ki, bu səhifənin izahatına getməyəcəm. Gördüyüm qədərlə gedəcəm PDF-dən işləyərək. Nöqtələrdən sonra isim cəmdədir, xəbərim cəmdədir və ikinci tərəfdə də xəbərim təkdədir və mən dərhal ilk ofu birinci hissədən atacağam, çünki xəbərim təkdə gəlmədi. Gedirəm ikinci hissədən atmağa və ata bilmirəm, tərcüməyə getməliyəm. Tourists were safe, fortunately. All the tourists were safe, fortunately, no one was hurt. Təbii ki, mən doğru variantı götürəcəm. Deyir ki, bütün turistlər xilas olundu və xoşbəxtlikdən heç kim zədə almadı. Digərlərini qoysam düzgün tərcüməyə getmirəm. Nöqtələrdən sonra isim tək gəlibdir. Mən azərdən sonra S-lə bitənlər sonra isim verə bilmirəm. Azadan sonra cəm gələcəkdir 90% hallarda və no-dan sonra artikel gələ bilmədiyi üçün artikel gələ bilməz. Üzrlə hesab edin. Baxın, birbaşa nöqtələrdən sonraya baxdım, amma təəssüf ki, nöqtədən əvvələ baxmadım. No ənazə ifadəsi təbii ki, mövcud deyil. Sildim, amma no azə ifadəsi mövcuddur. No azə ifadəsi olarsa, no da bu təqdirdə bu ifadədən sonra təkdə cəmdə sayılanda salmayanda mümkündür. Amma yadımda saxlayıram ki, no-dan sonra artikel gələ bilmər. No-dan sonra EN gələ bilmədiyi üçün avtomatik mən ənazəni də atdım, zeni də atdım və azərdən sonra isim gəlmədiyi üçün atdım. Doğru variantım C-yə gedəcək. Yenə həmin tiplidir. No-dan sonra mən artikel verə bilmərəm. Atdım, ənazə artikeldə atdım. Azərdən sonra isim gəlməz. Atdım. Doğru variantım Y-yə gedəcəkdir. No other, any other, what other, some other ifadələrindən sonra hər şey gələ bilər. Sayılanda, sayılmayanda təkdə cəmdə. Nöqtələrdən sonra that görmüşəm. Yəni isim yoxdur burada. Təbii ki, samı dərhal atarım. Samdan sonra isim gələr. Interested, everdən sonra of gəlməz. Çünki ikinci nöqtələrdən sonra of görmüşəm. Törəmədən sonra of gəlməz. Atdım. Evdən sonra of gəlməz. Atdım. Birinci mərhələdə zaten buranı atmışdım. Doğru variantım Y-yə gedəcəkdir və deyir ki, we saw something that interests both of us və bizim hər ikimizi maraqlandıran bir şey gördük. Nöqtələrdən sonra isim gəlməyibdir və n-samı dərhal atacağım və iki inkar bir cümlədə gəlməz. Dərhal ikinci inkar atandan sonra başa düşürəm ki, I don't know, n-ini də zaten atmışdım. I don't know everything about it, I don't know anything. Hər şeyi bilmirəm və yaxud da keçməyi bilmirəm. 1-4 ifadəsi doğru variant burada olacaqdır. Və 143-dən davam edirəm ora qədər, çünki qarışıqdır, PDF yaxşı çıxmayıbdır. Nöqtələrdən sonra isim görmürəm, lakin inkar görürəm və bilirəm ki, iki inkar bir cümlədə gəlməz. Samdan əvvəl inkar gəlməz, ikisi arasında qalıram. There is still, nöqtələrdən sonra isim görmürəm, that verilibdir. Everdən sonra heç bir təqdirdə bu vəziyyət gəlməz, isim gəlməli idi və Jenny də atandan sonra Liz didn't tell me everything, there is still something that I don't know. Mənə hər şey deməyibdir. Hələ də deyir, mənim bilmədiyim şeylər var. Doğru variantım B variantı olaraq götürəcəkdim. Təbii ki, there is still anything that I don't know da deyə bilmərəm. Yəni, bu sənə düzgün tərcümə də verməz. Zaten D-ni də əvvəlcədən atmışdıq. Nöqtələrdən sonra of görmüşəm. İsim cəmdədir, xəbərim cəmdədir. Ondan sonra
tək gəlməli idi. İşdən sonra tək, novandan sonra ümumiyyətlə of gəlməz. Every of ifadəsi mövcud deyil. Doğru variantım D variantına gedəcəkdir. 146-da 47-yə gedək. Nöqtələrdən sonra student sözü görmüşəm və nodan sonra artikel gəlməsi atdım, zəvə atdım. Artikellər atandan sonra azırdan sonra ümumiyyətlə isim mütləq isim heç vaxt gəlməz, xəbərim cəmdə olmalıdır və nüaz ifadəsi doğrudur. Hər şey gələr təkdə cəmdə sayılanda sayılmayanda. Yenə no görmüşəm. No və burada zim mövzu mənasını ifadə edir. Nüanazı ifadəsi mövcuddur. Nodan sonra artikellər gəlməz, azırdan sonra isim gəlməz. Doğru variantım nüazı ifadəsi mövcuddur. Bu zaman ondan sonra hər şey gəlir. Nöqtələrdən sonra of görmüşəm və isim cəm xəbərim təkdədir. O səbəbdən də olu, busu atdım. İkinci hissəyə gedirəm. One görmüşəm təkdədir. Azırdan sonra isim gəlməz. Azədən sonra mütləq ki cəm gələr və mən hamısını atandan sonra doğru variantım C variantına gedir. Deyir ki, fortunately each of us was able to catch the train. Xoşbəxtlikdən deyir ki, hər birimiz qatara çata bildik and we didn't have to wait for another one və digərini gözləmək məcburiyyətində qalmadıq. Nöqtələrdən sonra isim cəmdədir. Everdən sonra tək, either tək, neither tək. İkisi arasında qaldım, gedirəm ikinci hissəyə of görürəm. Everdən sonra of gəlməz. Atdım, doğru variantım D-yə gedəcəkdir. Nöqtələrdən sonra isim cəmdədir. Və every tək olar, neither tək olar, either tək olar. Getdim ikinci hissədə of görmüşəm və bilirəm ki, every of ifadəsi mövcud deyil. Məhz bu səbəbdən də the lady admired both chains, so she bought both of them. Doğru variant B variantına gedəcəkdir. Nöqtələrdən sonra isim cəm xəbər cəmdədir. Each one of isim cəm xəbər tək olacaqdır və one of isim cəm xəbər tək olacaqdır. Doğru variant both of'dur, all of'dur, most of'dur. Doğru olaraq götürdüm. 2, 3, 4 B variant. Nöqtələrdən sonra isim təkdədir və bilirəm ki, törəmələrdən sonra isim gəlməz. Sildim. Enidən əvvəl inkar gələrdi, sildim və cümlənin sonunda either var və mənə deyir ki, either həmçinin mənasında cümlənin sonunda inkar cümlələrdə işlənir. Ona görə də doğru variant C-ni götürürəm. I have no information on the arrival either. Çünki sam either-lə işlənə bilməz. There is nöqtələrdən sonra butter gəlibdir və bu təkdədir sayılmır. Və mən başa düşürəm ki, törəmədən sonra heç bir təqdirdə isim gəlməz. Sildim və enidən əvvəl ikinci törəməni sildim. Qalxdım buradan sildim. Enidən əvvəl inkar gələr, sildim və baxıram ki, there is either görmüşəm və yenə başa düşürəm ki, cümlə inkar cümlədir. Samı sildim, doğru variantı A-nı götürdüm. Çünki either inkar cümlələr üçün istifadə olunur. Cümlənin sonunda həmçinin mənasını ifadə edir. Either'in digər mənaları da var, lakin buradakı məna budur. Nöqtələrdən sonra butter görmüşəm və there is no butter deyərəm. Törəmədən sonra isim gəlməz. Atdım, there is some butter deyərəm. Doğru variant 1 və 4 olacaq B variantı. Nöqtələrdən sonra isim cəmdədir. Cəmdəsə mən törəmələri dərhal ataram. Onlardan sonra heç vaxt isim gəlməz. N-in o arasında qalanda ikinci inkar gəlməz. Birinci inkardan sonra atdım, A variantını doğru götürdüm. It was late and we couldn't find. Nöqtələrdən sonra isim gəlməyibdir və mən başa düşürəm ki, samdan sonra mütləq isim gəlməli idi və törəmələrə baxıram. Silə biləcəyim məqam burada ikinci inkarlıqdır. Çünki bir inkardan sonra ikinci inkar gəlməz, samdan əvvəl inkar gələ bilməz. İnkarda siləndən sonra doğru variantım D variantına gedəcək. It was late and we couldn't find anybody to help.